Sabahınız xeyir olsun dostlar, gününüz aydın olsun, sağlam səhər Paşa Sığortanın sponsorluğu ilə 93 FM-də efirdədir. Məşhur yazıcı və filosof Richard Bach deyirdi ki, əgər azadlıq axtarırsınızsa hərəkət etməlisiniz, bəzənsə bu hərəkəti təbiət deyil, müasir tibbin möcüzələri bizə yenidən qazandırır. Məhz bugün biz həyat keyfiyyətini birbaşa dəyişən, insanı yenidən addımlamaq azadlığına qovuşduran bir mövzudan danışacaq. Son illərdə dünyada süni oynaqlara tələbat niyə bu qədər artıb? Bu sadəcə bir tibbi zərurətdirmi, yoxsa bədənimizin yenilənmə erasıdır? Bugün studiyamızın qonağı travmatoloq Valid Novruzovla birlikdə hərəkət sistemimizin yeni memarlığını belə deyim ki, müzakirə edəcək. Siz də bizə qoşula bilərsiniz, suallarınızı yazıb göndərə bilərsiniz. Valid bəy, sabahınız xeyir olsun, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun, xoş gördük. 055 93 490 93 yeri gəlmişkən bizim WhatsApp nömrəmizdir. Vaxt itirmədən siz də suallarınızı yazıb göndərə bilərsiniz. Süni oynaqlarla bağlı sizi maraqlandıran nə varsa hər birini vaxt itirmədən yazın, göndərin. Valid bəy, mən istərdim ki, elə təməldən başlayaq. Çünki mövzumuzun adı belə, yəni maraqlıdır. Bir çox dinləyicimiz üçün ola bilər ki, hələ də bəlkə tanış deyil. Gəlin odur ki, təməldən başlayaq ki, süni oynaqlar nədir və hansı hallarda istifadə olunur? Süni oynaq, yəni endoprotezlərdən burada söhbət gedir. Zədələnmiş, aşınmış, belə deyək, bitmiş oynağın, zədələnmiş oynaq səthləri təmizlənərək xüsusi materiallardan hazırlanmış implantlarla əvəz olunmasıdır. Oynağın, belə deyək, ən son zədələnmiş mərhələlərində istifadə olunur. İnsanın həyat keyfiyyətini ağrılardan qurtarmaq üçün, normal həyat fəaliyyətinə davam etməsi üçün icra olunan bir əməliyyat növüdür. Əslində biraz geriyə baxsaq, məsələn bir neçə 10 il əvvələ baxsaq, bu əməliyyatlara biz çox nadir, bir də qorxulu bir hadisə kimi baxırdıq. Amma bugün sanki hər kəsin ətrafında, qohumunda, qonşusunda ən azı bir nəfər bu addımı atıb və yaxud da atmağı düşünür. Və maraqlıdır ki, son illərdə süni oynaqlara tələbat niyə bu qədər artıb? Yəni bunun səbəbi bizim həyat tərzimizdir, yoxsa sadəcə insanlar bu haqda artıq maariflənib? Maraqlı sualdır. Burada bir neçə faktor rol oynayır. Əvvəllər insanlar əməliyyat olmaqdan qorxurdular. Amma indi hal-hazırda hər kəsin qonşusunda, dostunda, yaxınında belə deyək, bu əməliyyat olunub, icra olunub kimdəsə və bunu görüb insanlar biraz ürəklənirlər. Həm də insanlar artıq əvvəllər bu ağrıları qocalığın bir hissəsi kimi dəyərləndirirdilər. Amma günümüz etibarilə 70 yaşlı bir insan artıq nəvəsi ilə futbol oynamaq istəyir, xaricə gəzintilərə getmək istəyir, daha aktiv həyat sürmək istəyir insanlar və digər bir məqam da var ki, günümüz etibarilə bu əməliyyatlar artıq müəyyən qədər az risklə icra olunur. Tibbin müasir dərəcədə irəli getməsindən burada söhbət gedir və implantların daha yeni implantlar, daha müasir implantlar ortaya çıxdığı üçün bu əməliyyatlar az risklərlə uğurlu dərəcədə icra olunur. Əslində bədənimizdə bizim yəqin ki yüzlərlə oynaq var və onların hər biri də gün ərzində belə deyim, inanılmaz bir mexanizmlə çalışırlar. Amma bəzi nöqtələr var ki, sanki bütün həyatın belə deyim də yükünü, çəkisini, stresini öz üzərinə götürür və daha tez yorulur, sıradan çıxır. Bir travmatoloq olaraq sizin praktikanızda və elə götürək qlobal statistikada ən çox hansı oynaqlar dəyişdirilir? Ən çox diz və buçanaq oynaqları dəyişdirilir. Sizin də dediyiniz kimi burada bu oynaqlar yük daşıyan oynaqlardır. Bədənimizin yükünü ən çox bu oynaqlar üzərində olur. Ona görə də zamanla aşınmaya uğrayır və belə deyək, ən tez aşınmış, yeyilmiş və bitmiş oynaq sayılır bu oynaqlar. Biz bayaqları danışanda siz dediniz ki, məsələn, dində artıq yaşlı insanlar belə çalışırlar ki, daha aktiv həyat tərzində qalsınlar, nəvələrinlə məsələn futbol oynasınlar. Ümumiləşdirsək, yəni bu əməliyyatlar daha çox yaşlı insanlara mı aiddir? Yəni əsasən hansı yaş qrupu daha çox sırf bu oynaqların, süni oynaqlarla bağlı müraciət eləyir? Ümumilikdə götürəndə, yəni 60 yaş üzəri insanlarda bu əməliyyat icra olunur. Bu əməliyyat oynağın belə deyək, son mərhələsində icra olunduğu üçün gənc yaşlılarda oynaq problemi olsa belə daha çox oynaq qoruyucu müalicələrə, istər əməliyyatla olsun, istər konservativ müalicə üsulları olsun, oynaq qoruyucu
müalicələrə üstünlük verilir. Amma 60 yaş üzərində olan insanlara orta hesabla burada təbii ki, insanın pasport yaşından söhbət getmir, həm də oynağın yaşına diqqət etmək lazımdır. Bəzən elə olur ki, 80 yaşlı bir insanın oynağında heç irəli dərəcədə bir artroz olmur, amma bəzən 45-50 yaşlı insanın oynağına baxırsan ki, artıq oynaq bitib tükənibdir. Amma gənclər arasında da, yəni hardasa bu əməliyyata ehtiyac ümumiyyətlə zamanla artırmı, yoxsa hələ elə bir şey yoxdur? Burada xəstəliyin növündən asılı olaraq bəzən günümüz etibarilə hətta daha çox cavanlarda belə bu əməliyyata ehtiyac duyula bilər. Amma yenə də vurğuladığım kimi maksimum dərəcədə oynaq qoruyucu müalicə taktikası seçilir gənclərdə. Dediniz ki, xəstəliyin növündən asılı olaraq ümumiyyətlə bu oynaqların zədələnməsidir, funksiyasının itirilməsi təbii ki, müxtəlif səbəblərlə bağlı ola bilər və oynaq dəyişdirməsinə səbəb olan ən əsas xəstəliklər hansılardır? Ən əsas xəstəlik osteoartritdir burada. Yəni oynağın qığırdaq təbəqəsinin aşınması, yeyilməsi, el arasında duzlaşma deyilən xəstəlikdir. Bundan əlavə olaraq revmatoid artrit, bud sümüyü başının avaskulyar aseptik nekrozunu, digər anadan gəlmə deformasiyalar və iltihabi infeksion xəstəliklər də oynağın zamanla sıradan çıxmasına gətirib çıxara bilir. Osteoartritdən danışdınız. Digərləri haqqında biraz bilgimiz olsa da çox maraqlıdır ki, osteoartritin yəni yaranmasının səbəbi nədir? Hansı yaş qrupunda məsələn başlayır yaranmağa, qadınlarda mı çox olur, kişilərdə mi daha çox görünür? Osteoartrit oynaq da qığırdaq təbəqəsinin zamanla aşınmasıdır. El arasında duzlaşma deyilən bir xəstəlikdir. Bu daha çox yaşlı insanlara aiddir. Çünki zamanla gedən bir prosesdir. Cavanlarda birbaşa olmur. Yəni ilkin mərhələ olsa da daha çox yaşlı insanlarda son mərhələlərinə çatır. Osteoartrit özlüyündə oynağın dəyişdirilməsinə səbəb olan ən çox səbəbdir. Yəni demək olar ki, böyük əksəriyyəti, oynaq dəyişdirilməsinin böyük əksəriyyəti bu səbəbdən icra olunur. Bu səbəbdən olur. Digər bir məsələ bəzən hansısa bir xəstəlik, xroniki xəstəlik deyil də, ani bir travmalar ola bilərmi? Yəni travmalarda belə deyim, süni oynaq ehtiyacına tələbatı artıra bilirmi? Təbii ki, ola bilir. Yaşlı insanlarda bud sümüyü boynunun sınığı birbaşa oynaq dəyişdirilməsinə, endoprotezə göstərişdir. Və yaxud da cavanlarda hər hansı bir oynaq daxili sınıqdan sonra və ya digər travmalardan sonra oynaqda olan aşınma, yeyilmə daha da sürətlənə bilir. Və ya uşaqlıqda keçirilmiş hər hansı bir xəstəlik bu oynağın inkişafı zamanı digər normal sağlam oynaqlara nisbətən daha aşınma, daha sürətli gedir. Yəni özlüyündə belə deyək, oynağın son mərhələsi oynağın yeyilməsinə gətirib çıxarır bütün bu xəstəliklər. Təşəkkür edirəm Valid bəy, əziz dinləyicilər. Bəzən kiçik bir oynaq ağrısı kiçik bir oynaq ağrısını sadəcə yorğunluğun üzərinə atırıq. Bugün çox gəzdim və hava dəyişdi, ona görə deyib keçirik. Amma bədənimizin səsinə vaxtında qulaq asmaq bizi gələcəkdə daha böyük bir problemlərdən qoruyur. Studiyamızda bugün travmatoloq Valid Novruzovdur və Valid bəylə süni oynaqlara artan tələbatdan danışırıq. Bu fürsəti əldən verməyin, yazın suallarınızı 055 93 490 93 nömrəsinə. Sırada Sağlam Şəhər rubrikamız var. Ardınca xəbərlər olacaq, reklamlar və gözəl musiqi fasiləsindən sonra yenidən efirimizə qaldığımız yerdən davam edəcək. Diqqətiniz bizdə olsun. Sağlam Səhər. Həyata sağlam baxış. Sponsor Başa Sığorta. 93 FM-də eşidilir. Bugün efirimizdə dayaq hərəkət sisteminin ən böyük inqilabından, süni oynaqları olan tələbatın artmasından danışırıq. Amma bəzən insanın oynaqlarında elə bir kəskin ağrı olur ki, nəinki həkimə getmək, heç yerindən durmağa belə halı olmur. Baxın, elə bu an Paşa Sığortanın könüllü tibbi sığortalı müştəriləri üçün təqdim etdiyi iCheck mobil tətbiqi köməyinizə çatır evdən çıxmadan. Tətbiqi yüklüyün, qeydiyyatdan keçin və peşəkar həkimdən onlayn konsultasiya alın. Sistem sizi dərhal şikayətinizə uyğun doğru bir mütəxəssisə yönləndirir. Nə vaxt itirirsiniz, nə də növbələrdə əziyyət çəkirsiniz. Ətraflı məlumat üçün Ulduz 7000 nömrəsinə
nömrəsinə zəng edə bilərsiniz. Paşa Sığortanın veb saytına daxil ola bilərsiniz və elə rəsmi Instagram səhifəsindən də müraciət edə bilərsiniz. Bizim WhatsApp nömrəmiz isə 055 93 490 93-dür. Siz də vaxt itirmədən suallarınızı yazıb göndərə bilərsiniz. Bugün travmatoloq Valid Novruzovla süni oynaqlara artan tələbatdan danışırıq. Valid bəy, müasir dövrdə artıq çəki və hərəkətsizlik də bir çox problemlərin əsas səbəbidir və çox maraqlıdır ki, artıq çəki oynaqların zədələnməsində hansı rol oynayır? Ömrə xanım, artıq çəki, belə deyək, oynağımızın ən böyük düşmənlərindən biridir. Aha. Yəni 10 kilo artıq çəki özlüyündə rəqəmə baxmaq lazım deyil ki, sadəcə 10 kiloqramdır. Burada biz atdığımız hər addımda oynağımıza 10 kilo artıq çəki, oynağımıza düşən yükü onlarla dəfə artırır. Yəni sadəcə 10 kilo olmur, o 20-30 kilo dəyərində artıq bir yük sayılır. Və hər gün biz ən az 5-10 min addım atdığımız üçün bu sadə bir rəqəm görünsə də oynağımız üçün böyük bir yükdür. Yəni xəstələrimizdə bəzən artıq çəki görülərkən onlara çəkini azaltmanı tövsiyə edirik və 5 kilo belə çəkini atarkən pasiyentin şikayətinin irəli dərəcədə azaldığını görürük. Çünki gəzdikcə yəni biraz da yük düşür Bəli. bizim ayaqlarımıza, oynaqlarımıza. Gəzmədən danışmışkən Valid bəy çox mövzumuza aidiyyatı olmasa da gün ərzində bir insan üçün neçə addım gəzmək daha yaxşı olardı optimal olaraq? Yəni orta hesabla ən az 5-10 min addım atmaq lazımdır. 5-10 min Yaşından, addım. xəstənin yaşından, hərəkət fəaliyyətindən, həyat tərzindən asılı olaraq, yəni ən az 5-10 min addım atmaq lazımdır. Çox təşəkkür edirəm. Bəs həkimlər çox maraqlıdır ki, bu süni oynaq əməliyyatı belə deyim də qərarını necə verirlər? Süni oynaq əməliyyatının qərarı təkcə rentgen şəklindən, oynağın qoyulan irəli dərəcədə yeyilməsi, irəli dərəcədə osteoartrozu diaqnozu ilə olmur. Biz burada xəstənin ümumi həyatını, həyat keyfiyyətini, yanaşı xəstəliklərini, bu xəstəliyin xəstəyə nə dərəcədə narahatçılıq verdiyini hamısını ümumi şəkildə dəyərləndirib əməliyyat qərarı veririk. Bəs bu əməliyyatdan öncə yəqin ki, həmin pasient müəyyən müayinələrdən keçir də, yəni hansı müayinələr tələb olunur? Təbii ki, kompleks müayinələrdən keçir pasiyent. İlkin müayinə rentgen üsuludur. Sadə şəkildə sümüklərin keyfiyyətini, oynağın qığırdaq səthinin nə dərəcədə yeyildiyini görmək üçün sadə rentgen müayinəsi olunur. Sonrasında maqnit rezonans tomoqrafiyası və ya kompüter tomoqrafiyası kimi müayinələr də